Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidi barəsində idi və bəhsimiz xüsusi peyğəmbərlik barəsində idi. Keçən bəhslərdə dediyimiz kimi xüsusi peyğəmbərlik mövzusu əsasən İslam peyğəmbərindən bəhs edir. İslam peyğəmbəri nəyə əsasən peyğəmbərdir? Onun möcüzəsi nə olub? Bu barədə siz əzizlərə qısa olaraq məlumat verdik ki, İslam peyğəmbərinin peyğəmbərlik olma möcüzəsi əsasən iki məsələdir. Biri Qur'an-ı Kərim, ikincisi isə əvvəlki peyğəmbərlərin müjdə verməsi. Təbii olaraq peyğəmbərin digər möcüzələri də olub. Lakin bunlar tarixi cəhətdən bəziləri günümüzə çatıb, bəziləri isə günümüzə çatmayıb. Amma peyğəmbərin əbədi möcüzəsi Qur'an-ı Kərimdir. Və eyni zamanda dedik ki, xüsusi nübüvvət barəsində olan mövzulardan da biri İslam peyğəmbərin xatəmiyyət məsələsidir. Yəni, sonuncu olmaq məsələsi. Biz Qur'an-ı Kərimin ayələrinə müraciət edərək görürük ki, İslam peyğəmbəri sonuncu peyğəmbər olaraq özünü təqdim edir. Və bunu biz əqidə, iman olaraq qəbul edirik. Nəyə görə? Çünki deyirik ki, bu peyğəmbərdir. Allah tərəfindən göndərilmiş peyğəmbərdir və bu heç bir formada yalan deyə bilməz. İkinci tərəfdən bunun möcüzəsi Allah kəlamı olan Qur'an-ı Kərimdir. Və biz bu şəxsin həm sözünə baxdıqda, həm ona nazil olan Qur'ana baxdıqda görürük ki, həm Qur'an bunu sonuncu peyğəmbər olaraq təqdim edir və həm də özü ki, məndən sonra artıq peyğəmbər gəlməyəcək. Demək, məsələ əqli cəhətdən deyil, məsələ etiqadi və imani cəhətdəndir. Yəni, bir şəxs İslam peyğəmbərinin peyğəmbərliyini qəbul edirsə, ona nazil olan Qur'anda qəbul etməlidir. Onun mübarək sözlərini də qəbul etməlidir. Əgər ona nazil olan Qur'anı qəbul edirsə və onun sözlərini qəbul edirsə, təbii olaraq onun sonuncu peyğəmbər olmasını da qəbul etməlidir. Məsələnin digər tərəfi bundan ibarətdir ki, əgər biz qəbul etsək ki, artıq peyğəmbər sonuncu peyğəmbərdir, sual yaranır. Bəs onun gətirdiyi din necə bir dindir? Qlobal, ümumi bəşər bir dindir? Yoxsa yalnız və yalnız müəyyən bir məntəqə üçün və müəyyən bir zaman üçün idi? Diqqət edin, burada iki məsələ var. Bir budur ki, İslam dini müəyyən bir məntəqə üçündür. Yəni, daha açıq desək, İslam dini yalnız ərəblər üçündür. Və ikinci tərəfdən, aya İslam dini elə, məsələn, miladi ili ilə 6-cı, 7-ci əsr üçündür, yoxsa digər əsrlər üçün də bu din qlobal və ümumbəşərdir. Biz bu məsələnin isbatı üçün İslamın özünə, Qur'an-ı Kərimə baxmalıyıq. Qur'an-ı Kərimə baxdıqda görürük ki, bu yalnız və yalnız ərəbləri deyil, bütün dünyada yaşayan insanlara xitab edir. Məsələn, Qur'an-ı Kərim, Yə əyyuhənnas, ey Adəm oğlanları, ey Adəm övladları, bu kimi xitablardan istifadə edir. Və ey insan xitabı təbii olaraq ey ərəb mənasını vermir. Ey Adəm oğulları təbii olaraq ey ərəb mənasını vermir. Və eyni zamanda Qur'an-ı Kərim deyir ki, peyğəmbər göndərilib aləmlər üçün. Aləm yalnız ərəb məntəqəsində məhdudlaşmır. Yəni, biz Qur'an-ı Kərimin xitablarına baxdıqda, peyğəmbərin o məntəqi olaraq hədəfinə baxdıqda görürük ki, yalnız Ərəbistanla məhdudlaşmır. Və eyni zamanda burada olan mövzulara diqqət etdikdə görürük ki, burada təqdim olunan mövzular, yer alan əqidə və inanclar yalnız müəyyən bir məntəqə üçün deyil, bütün məntəqələr, yəni insanın ayaq basdığı hər bir yer üçün keçərlidir. Bu, Qur'an-ı Kərimin ayələrinə istinad edərək qəbul olunan bir məsələdir ki, Qur'an yalnız və yalnız Ərəbistan məntəqəsi üçün danışmır. Bəlkə hər bir insanın sakin olduğu, yaşadığı yer üçün Qur'an-ı Kərimin sözü var.
Digər tərəfdən, bəs zaman etibarən necə? Yəni, zaman etibarı ilə da bütün zamanları əhatə edir, yoxsa müəyyən bir zamanı əhatə edir? Qur'an-ı Kərimin iddiası budur ki, Qur'an müəyyən bir zaman üçün deyil, zamanın fövqündə nazil olan bir kitabdır. Yəni, yalnız o müəyyən bir əsr üçün deyil, ta qiyamətə qədər qalan və qalıcı olan, qalmalı olan bir kitabdır. Bunu İslam ilahiyyatları hansı formada ispat edir? Biz yenə Qur'an-ı Kərimin ayələrinə müraciət etdikdə, əvvəlki ayələri nəzərə aldıqda ki, Qur'an deyir, ey insan, ey Adəm oğlanları, ey aləmlərdə yaşayan insan, bu ayələri biz diqqətlə nəzərdə keçirəndə məlum olur ki, və bu sözün laziməsi budur ki, Qur'an yalnız və yalnız bir dövrə aid olmasın. Bəlkə bütün zamanlara aid olsun. Niyə? Çünki insan anlayışı, aləm anlayışı müəyyən bir zaman üçün keçərli deyil. Bəlkə bütün zamanlarda insan olmuşdu. Elə dünya da dünya olmuşdu. Məsələnin digər tərəfi isə budur ki, İslamın ümumən fəraz zaman olması, yəni zamanı ötməsi məsələsi onun təqdim etdiyi mövzulara qayıdır. Qur'an-ı Kərim elə bir mövzulara təqdim edir ki, onun istifadə müddəti yalnız müəyyən bir zaman üçün deyil, bəlkə bütün zamanlar üçündür. Məsələn, ədalət, fitrət üzərində qurulmuş əqidə, bu kimi məsələlər yalnız müəyyən bir zaman üçün deyil. Bəli, günümüzdə biz qaydalara baxanda, konstitusiyaya baxanda görürük ki, hər il insanların ehtiyacına görə müəyyən bir konstitusiyada dəyişikliklər olunur. Bu gün qəbul olunan, təsdiqlənən hökm sabahları müəyyən bir səbəbə görə dəyişilir. Amma Qur'an-ı Kərimin təqdim etdiyi qayda və qanunlar belə deyil. Niyə görə belə deyil? Çünki insanın fitrətinə xitab edir. İnsan heç bir zaman dəyişə bilməz. Onun təqdim etdiyi qayda və qanunlar ümumi olaraq bütün insanların mənafeyini təmin edir və eyni zamanda İslam elə bir formada qanun qoyur ki, bu qanun hər bir zaman, hər bir şərait üçün keçərlidir. Məsələn, sadə bir misal deyirəm. Qur'an-ı Kərim deyir ki, namaz sizə vacibdir, oruc sizə vacibdir. İndi bu əsl Qur'anın təqdim etdiyi bir qanundur. Amma Qur'an gəlib buna müəyyən bir istisnalar qoyur. Məsələn, buyurur ki, hər kim yaşlıdırsa, hər kim yəni cismi olaraq zəifdirsə, bu oruc tutmamalıdır, oruc tutmaya bilər. Baxın, bu artıq qanunun müəyyən bir şəraitlə təqdim olunmasıdır. Və bu, Qur'an-ı Kərimin qanunlarının əbədi qalması üçün ən böyük dəlillərindən biridir ki, Qur'anın təqdim etdiyi bu qayda və qanunlar, belə demək olar ki, elastikdir, hər bir zamana, hər bir şəraitə uyğunlaşır. Amma əsl qanun öz yerində qalır. Əsl qanun nə idi? Yəni, namaz qılmaq, oruç tutmaq və s. məsələlər. Demək, nəticə olaraq, əzizlər, İslam dini həm məntəqə olaraq müəyyən bir məntəqə, müəyyən bir coğrafiya üçün deyil, ümumi bəşərdir və eyni zamanda zaman olaraq da müəyyən bir zaman üçün deyil, bütün zamanlar üçün keçərlidir. Bu barədə çox sayılı rəvayət də var. O rəvayətlərin məzmunu bundan ibarətdir ki, gəlib imamdan soruşurlar ki, nəyə görə Qur'an bütün zamanları üstəliyir, müəyyən bir zaman üçün deyil? İmam buyurur ki, hər bir zaman Qur'an-ı Kərim oxunulsa, Qur'an həmən zamanın ehtiyaclarına uyğun olaraq onlara məlumat verir. Biz bunu praktik olaraq da görə bilərik. Baxın, əzizlər, Qur'an-ı Kərimə müxtəlif təfsirlər yazılıb, izahlar yazılıb. Bu təfsirlər hər bir, yəni zaman alimlər tərəfindən yazıb günümüzə də yazılır. Və hər bir təfsir öz zamanında yeni təfsir olaraq təqdim olunur. Yəni, məsələn, ötən əsrlərdə, misal olaraq, Məzmul Bəyan
təfsiri öz zamanı üçün yeni bir təfsir idi. İndiki zaman üçün isə Əl-Mizan təfsiri yeni təfsirdir. Demək, Qur'an-ı Kərim elə bir formada öz hökmlərini, qaydalarını bəyan edir ki, hər bir zamanda yaşayan insanlar Qur'an-ı Kərimindən indi sanki bizim üçün söz deyir, nəticəsini almış olurlar. Və bütün bunlar Qur'an-ı Kərimin əbədi möcüzəsini göstərir və bunu bizə təqdim edir ki, Qur'an yalnız müəyyən bir coğrafiya üçün və eyni zamanda müəyyən bir zaman üçün deyil, bütün insanın yaşadığı yer üçün və bütün zamanlar üçün möcüzədir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.